Xəritədə rəqəmlə göstərilmiş xanlıqların Quba xanlığından fərqli cəhətlərini cədvələ görə müəyyən edin. Deməli, xəritədə bizə 2 dənə xanlıq veribdir. Birinci xanlığımız, bura yazırıq Qarabağ. İkinci xanlığımız isə Şəki xanlığıdır. İndi isə keçək sxemə. Birinci Rusiya-Qacarlar müharibəsi dövründə Rus qoşunlarına ciddi müqavimət göstərdi. Xeyr, biz Quba xanlığından fərqli olaraq Qarabağ xanlığında Rus qoşunlarına müqavimətin şahidi olmuruq. Qarabağ xanlığı əsasən mübarizə aparmadan müqavilə yolu ilə tabe olmağı üstün tutmuşdur. Ona görə də bu ciddi müqavimət ifadəsi bu sualda Qarabağ xanlığına düz gəlməz. 1-ə A olanları çıxardırıq. İkinciyə baxırıq. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə xərac ödəməyi öhdəsinə götürürdü. Bəli, imzalanan Kürəkçay müqaviləsində xərac verilməsi ilə bağlı maddə var idi. Növbəti hissəyə baxırıq. Rus qoşunları tərəfindən işğal edildi. Bu fərqli cəhət deyildi. Çünki Quba xanlığı da 1806-cı ildə Rus qoşunları tərəfindən işğal edilmişdi. Və eyni zamanda Qarabağ xanlığı da 1805-ci ildə işğal edilmişdi. Ona görə bu oxşar cəhətdir. Bu səbəbdən dolayı C variantını çıxardırıq. C variantını variantlardan da atırıq. Keçək ikinci hissəyə. Rusiya ilə müqavilə imzaladı. Şəki xanlığının Rusiya ilə müqaviləsi var idi. Quba xanlığının isə yox idi. Şəki xanlığı Kürəkçay müqaviləsini imzalamışdı. Ona görə A-nı götürəcəyik. Digər variantı da atacağıq. Artıq düzgün cavabımız göründü. Davam eləyək. Rusiya işğalına qarşı üsyan qaldırdı. Bu da oxşar cavablar arasında yer alır. Çünki 1806-cı ildə Şəkidə üsyan var. 1810-cu ildə də Quba xanlığında üsyan qeydə alınıbdı. Keçək növbəti hissəyə. Komendant tərəfindən idarə edilirdi. Bu Şəki xanlığına heç uyğun gəlməyəcək. Çünki Quba xanlığı 1810-cu ildə ləğv olunur. Orada komendant idarə üsulu yaradılır. Lakin Şəki xanlığı müqavilə imzaladığına görə orada xanlıq idarə üsulu bir müddət saxlanılacaq. Yəni, ləğv olunmur, komendant yaradılmır həmin müharibə dövründə. Ona görə də düzgün cavabımız 1-ə B, 2-ə A olacaqdır.